dönümü yaxınlaşır mayın sonunda. Və bizim də bax adını daşıdığı bu binada bax məhz bu dayandığımız zal Ulu Öndərimizin həyatını, fəaliyyətini əks etdirən eksponatlardan ibarət ekspozisiya zalımızdır. Burada gördüyümüz şəkillər Ulu Öndərin uşaqlıq illərini, gənclik illərini, tələbəlik illərini, onun hakimiyyətdə olduğu illəri əks etdirir. Bax bu ilk gördüyümüz şəklə nəzər salaq, şola bu Naxçıvanda birləşən Lallıdır. Heydər Əliyevin ən çox sevdiyi Naxçıvanın ən çox sevdiyi mənzərələrindən biridir və özünün dediyi kimi də uşaqlıq illəri, gənclik illəri bu dağın ətəklərində keçir və təbii ki, insan öz yaşadığı uşaqlıq, gənclik illərini keçirdiyi onun üçün çox doğma, çox əziz. Və buna görə də həmişə öz otağında divardan aslında saxlayılmış bir şəkildə. Burada gördüyümüz şəkil isə yaxınlaşmır. Bu bərabərdən bu yəni keçmir ki, yəni mən bilirəm ki, hamı çəkirlər. Bax, bu gördüyümüz şəkil isə uşaqlar, Naxçıvanda yerləşən Puşkin küçəsi. Arxaya çəkin uşaqlar biraz. Arxaya mən səsini yaxşıdır, eşitirsiniz. Burada gördüyümüz şəkildə isə Naxçıvanda yerləşən Puşkin küçəsi. Uşaqlar, hansı ki, Heydər Əliyevin yaşadığı küçə oldu. Və bu küçə də hal-hazırda İstiqlal küçəsi kimi adlanır, əgər maraqlansınız. Heydər Əliyevin ailə fotosudur, atasıdır, baxın uşaqlar, dəmir yolçu ailəsində Heydər Əliyevin gözatçı, onun atası Dənizə kişi, anası Evdar Qazıdır, İzzət xanımdır. Baxın, Aqil Əliyev, Cəlal Əliyev, Heydər Əliyevin kiçik qardaşlarıdır, böyük qardaşı Hüseyin Əliyev yeri rəssam olubdur. Heydər Əliyev 7 yaşındadır, onun dayısı qızıdır, Məsrə xanım, qonşuları Xurşud xanımdır və bu da Heydər Əliyevin böyük qadısı Surə xanımdır. Bax, bu gördüyümüz şəkil Heydər Əliyevin 7 yaşında olan bir şəklidir. Bu isə onun 15 yaşında olan bir şəklidir. Növbəti şəklimiz uşaqlar. Heydər Əliyev ilk təhsili olubdur Naxçıvan Pedaqojik Texnikumunda. Naxçıvan Pedaqojik Texnikumunda demək, tələb baxın, hər bir bina hal-hazırda Məhdus Əngəlli Muzeyində fəaliyyət göstərir. Baxın, daha sonra uşaqlar Heydər Əliyevin təhsilini davam etdirir Harvard. Demək, Azərbaycan Sənaye Üniversitesi Heydər Əliyevin Sənaye Üniversitesi qəbul olunur Memarlıq fakültəsinə. Lakin uşaqlar bilirsiniz ki, demək, burada fakültəsində tələb olaraq çəkilmiş şəkildə. Lakin bilirsiniz ki, böyük vətən müharibəsi başlayıb 1941-ci ildə və Heydər Əliyev təhsil yarımçı forma məsul olur və qayıdır Naxçıvana. Naxçıvanda da Naxçıvan Sosialist Respublikası Xalq Komissiyasının Sovetinin məsul əməkdaşı olur 1941-1943-cü ildə. Daha sonra burada Leytenant rütbəsindədir, 44-cü ildə, 45-ci ildə vəqt şəklidir, 48-ci ildə dostlarıdır, həmkarlarıdır, İmran Qasımov, İbrahim İsmailov, yəni adlı şəxslərlə uzun illər dostluq edir. Bax, bu bölümümüzdə şəkillər Heydər Əliyev dövlət orqanlarında çalışılır və əhatə edir. Bax, burada general maarif rütbəsindədir, dövlət rütbəsi orqanında rəhbər vəzifədədir. Şəkillərimiz çoxdur. Aqil Heydər Əliyevin birinci hakimiyyətidir. 1969-cu ildən 1982-ci illərə qədər Heydər Əliyev Azərbaycan İstihbarat rəhbəri olur. Kəndli vəzifəsində çalışır və həmin dövrdə onun göstərdiyi fəaliyyətini təqsir etdirir. Bu bölməmizə nəzər salan uşaqlar Heydər Əliyevin Göyçay səfərlərinin şəkilləridir. Heydər Əliyev Göyçay səfəri birinci hakimiyyəti, birinci rəhbərliyi devirlərdir. Bilməsən, bax, burada gördüyümüz şəkillər hamısı Göyçayımızda olan şəkillərdir. Göyçayda səfərdə var. Bax, yadımızda saxlayaq. 1972-ci ildə, 1928-ci ildə və 1981-ci ildə. Bizdə yerləşən eksponatlar məhz onun 1978-ci ildə səfəri zamanı çəkilmiş şəkillərimizdir. Baxın, burada şəhər zamanı ilə görüşlər, Sanki-Bilgilə görüşlərindən olan şəkillərimiz var burada. Tədbir şəkildə həmin səfər zamanı. Baxın, şəhər əhalisidir və eyni zamanda uşaqlar sizin yaşda olan məktəb uşaqları baxılarla belə görüş keçirir. Uşaqlar, sonra baxın, rayonumuzun rəhbəri Heybət Pərvinoğlu da bax, burada rayon ziyalılardır, rayon vəzifəli şəxslərdir deyək belə. Zəhmətkeş pambıqçı qadınlarla da görüşürlər. Bax, bu bizim qabaqçı pambıqçı, eyni zamanda eyni İstanbul'un sərdir. Salman Bilbanov. Baxın, burada Heydər Əliyevin sərgini görüşürlər, çəkilmiş bir şəkildir, tədbir şəklidir. Ümumiyyətlə, uşaqlar, Heydər Əliyevin bu 78-ci ildə istər, 70-ci ildə istər, 80-ci ildə gəlmişdir. Mütləq ki, Göyçay üçün
gördü işlər olur. Baxın, mən sadalayım sizə işləri. Göyçədə nar zavodunu tanıyırıq mı? Çörək zavodunu tanıyırıq mı? Kalleci tanıyırıq mı? Sonra deyək ki, mədəniyyət evini tanıyırıq mı? 5 mərtəbəli evləri tanıyırıq mı? Göyçay çayı üzərində körpünü yəqin ki, eşitmişsiniz. O körpü uşaqlar zamanında Göyçay çayı, bax belə yaz vaxtları, bu yağışlar olan vaxtları məcrasından daşırdı. Çox yağış yağan ki, məcrasından daşırdı. Ətraf kəndlərdən su altında qaldı. Mən Heydər Əliyevi göstərişində, bax o çaya bəndlər olur, körpü salınır. Bax bu kimi özünüşlər, kəndlərdə su işin qaz problemləri, xəstəxanaların tikilməsi, və bax bu problemlərin həlləri birbaşa... Elə baxmaqda pis düşünürəm. Burada gördüyümüz bu şəkillər isə Heydər Əliyevin artıq Moskvadakı fəaliyyəti ilə uşaqlar, baxın, Azərbaycanın rəhbərliyindən sonra Heydər Əliyevin bax bu demək bacarığına görə SSR rəhbəri onu daha yukarı çəkir. Heydər Əliyev SSR-nin demək məzhəli şəxslərindən biri olur, SSR rəhbərlərindən biri olur. Demək olar ki, bax biz çox tanımalı Kremlində burada 20 il SSR Ali Sovetinin deputatı oldu. Baykal Amur Magistral kimi nəhəng bir tikintinin barəsinin rəhbəri olur. Baxın, Volqograd şəhərindədir. Burada gördüyünüz şəkillər Heydər Əliyevin uşaqları. Sonra 20 yandan hadisədir. Heydər Əliyev sizə qarşı 20 yandan hadisəsini işləyir. Moskva SSR rəhbərləri. Bərqəların o qərəzli siyasətini Heydər Əliyev istəyir. Bunlar vəzifələrindən istifa verir və qayıdır Azərbaycana. Azərbaycanda Bakıda yaşamaq istəyir, lakin müəyyən mütəvəz sistemini verir. O qayıdır Naxçıvana. Naxçıvanın qarşısına Naxçıvan Sovet Sosialistini götürür. O Sovet Sosialistini deməyince, biz SSR-in tərkibindəyik deməkdir. Amma o Sovet Sosialistini götürür. Yəni, bütün hər yana bəyan edir ki, mən artıq SSR-in tərkibindən çıxıram, mən azadam. Yəni, bunu Azərbaycanın tərkibində Naxçıvan artıq Heydər Əliyevin vasitəsini Heydər Əliyev bunu edir. Böyük cəz. Bir də bizim üç rəngli bayrağımız ki, hansı ki, 1918-1920-ci illərdəki üç rəngli bayrağımız, bax, bugünkü dalğalanan üç rəngli bayrağımız. 70 il biz bilirsiniz ki, SSR-in nəzarəti altında olmuşuq, onların tərkibində olmuşuq, yəni biz başqa bayrağın altında olmuşuq. Bax, məhz o üç rəngli bayrağımızı Heydər Əliyev böyük cəsarətlə qaldırır və bütün Azərbaycan xalqını da bu səslərini çağırır ki, hamıya təklif edirəm ki, azadlığımızı seçək, hamıya təklif edirəm ki, bu bayrağımızın altında birləşək. Bax, bu cəsarətli addımlar məhz Heydər Əliyev, bax, bu Naxçıvanda 90-93-cü illərdə yaşayır, bax, burada həyata keçirir. Və həmin deyildir uşaqlar, etdik ki, hər şey asan, hər şey rahat deyildir. Bax, o vaxt Naxçıvan çox qismi yaşayırdı, Qafqada şəraitində yaşayırdı. İstəgəl orada hakimiyyət çevrilişi eləmək istəyən bəzi ünsürlər deyək ki, meydana gəlmişdi. Bax, eyni zamanda acılıqdan çətinlik çəkirdi, yəni işıq qaz problemlərindən Naxçıvan çətinlik çəkirdi. Bax, uşaqlar, dağılmış Naxçıvan aeroportunu məhz Heydər Əliyev bərpa elətdirir və uşaqlar İrandan, Türkiyədən, demək, bax, bu aeroport xətti vasitəsilə acılıq çəkən xalq üçün qida gətizdirir, yemək-içmək gətizdirir, belə doğru dildən desək. Bax, bu aeroport xəttinin açılışını məhz Heydər Əliyev 92-ci ildə reallaşdırır. Digər bir gördüyü işinə baxaq uşaqlar, bizim qardaş Türkiyə ilə həmçinin bizim belə sənədlərimiz açıq olmurdur. Şəxsən mənim uşaqlıq dövründə, müəllimənin uşaqlıq dövründə biz Türkiyədə tanımamışıq demək olar. Niyə? Biz Türkiyə əsarətində olmuşuq. Bizim onlarla əməlimiz tamamilə kəsildir. Bax, Heydər Əliyev burada 90-93-cü illərdə ki, Naxçıvanda yaşayır. Bax, böyük işlərdən biri də o olur ki, bizimlə Türkiyə arasında olan Araz çayı üzərində simvolik olaraq deyilən Ümid Körpüsü açılır. Ümid Körpüsünün açılışını edir və bütün dünyanın demək olar bir çox medialarını o dəvət edərək şurada bir dənə məşhur şüarını orada səsləndirir. Yəni mən deyim, sizin yadınıza düşəcək, bir millət, iki devlət.
şüarını məhz Heydər Əliyev bax, bu Ümid Körpüsünün açılışında səsləndirib ki, bütün dünyaya bəyan olsun ki, yəni biz Türkiyə ilə qardaş xalqıq, bir millətik, amma iki dövlətlik. Bax, bu məhz həmin görüşdən çəkilmiş bir şəkildir. Bax, bu gördüyümüz bu şəkillərdə isə eksponatlarımız aid Heydər Əliyevin Azərbaycan müstəqil Azərbaycan Respublikasına demək, rəhbərlik, prezidentliyidir. Uşaqlar, dedik 93-cü ilə qədər Heydər Əliyev yaşayır Naxçıvanda. Bu tərəfdən də Bakıda qardaşlıq lisey var, hər bir millətdə öz hakimiyyətini olmaq istəyir, hər bir millətdən olan Talış Respublikası yaratmaq istəyir, bir Dağıstan Qəzvin Respublikası yaratmaq istəyir. Yəni, bu bizim müəllimən-də, bizim bu yaşlılığımız, sizin yaşlılığınız biz onları eşidirdik, görürdük. Yəni, canlı şahidlər olmuşuq. Bax, elə bir çətin bir kaos içində olan Respublika, xalq Heydər Əliyevi Naxçıvandan dəvət edir Bakıya. Bakıya dəvət edir və müstəqil Respublikaya prezident seçir. Bax, 93-cü ildə oktyabr 3-də Heydər Əliyev müstəqil Azərbaycan Respublikasına prezident seçilir və onun bu seçilisindən sonra bugünkü müasir Azərbaycanımızın mimar və qurdusudur deyil ya Heydər Əliyev. Bu o deməkdir ki, Heydər Əliyevin gəlişindən sonra neft strategiyası həyata keçir. Bugünkü təməlimizin başında neft strategiyası olur, bir çox xarici siyasət, daxili siyasət, müharibənin qarşısı kəsir, ateşkəsi bərpa edir. Bax, sonra növbətdə 98-ci ildə yenə də səs vermə olur, yenə də Heydər Əliyev müstəqil Azərbaycan Respublikasına. Müstəqil Azərbaycan Respublikasına neçənci prezidenti Heydər Əliyev bilmirsiniz şu an? Birinci ikinci Elçi bəydir, yəni bilirsiniz, Əbülfəz Elçi bəy. Və üçüncü də Heydər Əliyev, dördüncü də Tamam, gəl.